3 günə yaxındır ki, yoldayam. Təkəm, düşünürəm. Yəni heç maşında maqnitofon da işləmir. Çox baxıram yolun sağına, soluna, nə bilim, dağlar, meşəliklər, yaşıllıqlar, Kalmıkiyanın düzənlikləri. Sonra da səhər oturmuşam, baxıram sizin statuslarınıza, görürəm ki, çox əksəriyyətiniz qəmginsiz. Qəmginliyinizin əsas səbəbi özünüzün yaratdığınız oyuncaqların əldə edə bilməməyinizdir. Məsələn, biri maşın dərdi çəkir, biri ev dərdi çəkir, biri borcun ödəməyin dərdini çəkir, biri sağalmağın dərdini çəkir. İnanın ki, xəstələnməyimiz belə özümüzün günahlarımız ucbatındandır. Bir də düşünürəm ətrafımızdakı Allah Taala'nın verdiyi bu gözəlliklər. Hansı gözəlliklər ki, bizim yaratdıqlarımız onun yanında heç nədir. Məsələn, plasmas gül heç vaxt təbii güldən gözəl ola bilməz. Bir payız vaxtı yarı sarı, yarı yaşıl olan ağac bizim süni ağaclarımızdan heç vaxt çirkin ola bilməz. İnsanlar, sizə deyiləsi bəzən o qədər sözüm olur, bəzən də söz tapamıram sizə deməyə. Allah bizi islah eləsin, biz insanlar islah eləsin. Salamat olaq.